En büyük problem su içmemek. İnsanlar sudan ucuz heç nə yox, sudan bol heç nə yox, su yanır insanlar. Deyirəm, nə qədər su içirsən? Deyir, doktor, vallahi heç yadıma da düşmür, bir stəkəni. Mən səhər duran kimi 4 ədəd o 250 qramlıq stəkanı mı deyim, quruşka mı deyim, parç mı deyim, Hasır rayonunda nə deyirlər onu. Onu doldururam, birincisine tut bəhməzi, doşaq. Qatıram, bir xörək qaşıq içirəm, ikinciyə bir xörək qaşıq bal, bir limonun şirəsi və suyu qatıb içirəm. Üçüncüsünə soda. Stəkanın dibində həll edib içirəm bir çay qaşığı. Mütləq onu qaynar suda, az suda həll eləməzsən, sonra əlavə su əlavə eləməzsən. Çünki onun hamısını bir stəkan qaynar suda eləmək olmaz. Sodanı içmək xüsusiyyəti odur. Dördüncüsündə indi özümdə olan otlar, bitkilər, adını yadıma salmaq istəyirəm, ablipixrimasla, çay tikəni, mürəbbəsini, belə şirəsini hazırlatmışam, ondan sonra itburnu şirəsi hazırlatmışam, sonra indi deyəcəm ürək üçün olan və bunları tökürəm bir stəkan. Bu 4 stəkan getdi, 1 litr getdi. Bunu səhər hamısını qəbul? Bunu səhər tezdən. Sonra zəncəfil də bəzən qatıram. Sonra ikinci gün orta çatana qədər 1 litr də gedir, 2 litr. Sonra axşama qədər də 1 litr. 3 litr su içməlisən, azı. O qan durulur. Migren də sağalır, baş ağrısı gedir, şəkər aşağı düşür. Orqanizm zəhərdən təmizlənir. Sən bu suyu içmirsənsə, özdə Yapon deyir ki, hər 30 dəqiqədən bir ən azı 50 qram suyu iç. Yer gəlmişkən hansı sudan istifadə ediyorsun? Mən suyu belədir. Biz filtr suyundan istifadə edirik. Təbii ki, filtr suyu da ölü sudur. Ona görə elə məsləhət eləm fürsətdən istifadə edib, filtr suyu içən insanlar, xanımlar, xörək pişirəndə mütləq ona o xörək duzu əlavə eləsinlər. Çünki o suyun tərkibi ölü vəziyyət. O, xeyli insanların bir sümüyünün köyrəvi olması, belinin tez əyilməsi, skalyoz, oynaq xəstəliklərinin kökündə bu susuzluq da durur. O biri zəhərli sudur, onu başa düşürük. Bunu da biz duzsuz eləyirik, tam öldürürük. Ay, burada biz aparatı salanda nə göstərir? 6, 10, 12, güya ki, böyük bir qəhrəmandır. Ay, o su, həyatdır. Niyə bulaq suyundan doymur adam? Və ona məsləhət görürəm, mütləq duz qatın. Xörək duzu, yodlu xörək duzu qatın ki, orqanizm o dediyimiz duzu suyu normal su qəbul edə bilsin. Yəni, birinci havadır, ikinci sudur, üçüncü qidalardır. Qidanın da bir gün həyat elə gəlir ki, nə qədər az yiysən xoşbəxtliyin.